Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül Bəlağə. Ey Adəm övladı! Öz azuqə və ruzindən artıq qazandığın şeydə başqası üçün xəzinədarsan. Həqiqətən qəlblərin istəmək, üz tutmaq və üz döndərmək xüsusiyyətləri var. Buna görə də istək və üz tutmaq yolu ilə onlara tərəf gəlin. Çünki qəlb məcbur ediləndə körlaşır. Ey insanlar! Danışdığınızı eşidən və gizlətdiyinizi bilən Allahdan qorxun. Sizi qaçsanız da haqlayacaq, dayansanız belə tutacaq və əgər yadınızdan çıxarsaz belə yad edəcək ölümü qabaqlayın. Sənin yaxşılığının müqabilində təşəkkür etməyən kəs, səni yaxşılıq etmək həvəsindən salmasın. Çünki sənə həmin yaxşılığına görə o kəs təşəkkür edəcək ki, həmin yaxşılıqdan bəhrələnməyib. Və sən həmin təşəkkür edənin təşəkküründən, o nankörün zay etdiyindən çox şey əldə edəcəksən. Allah yaxşılıq edənləri sevir. Elm və bilik qabından başqa hər bir qab içinə qoyulan şeylə daralır. O isə genişlənir. Səbirli şəxsin səbirliliyindən ilk xeyir və əvəz budur ki, xalq nadan və səbirsizin müqabilində onun yardımçısı olur. Əgər səbirli deyilsənsə də, özünü səbirliliyə vadar et. Çünki az olur ki, insan özünü bir dəstəyə bənzətsin və onlardan olmasın. Öz hesabına aparan kəs qazanıb, ondan qafil olmuş kəs isə ziyana düşüb. Qorxan amanda olar. Hər kim ibrət götürsə, göz açıq olar. Göz açıq olan kəs başa düşər, dərk edər. Başa düşən kəs isə alim olar. Allahdan o kəsin qorxmağı kimi qorxun ki, kəmərini möhkəm bağlayaraq özünü təcrid edib, səy və təlaş göstərərək özünü çevikləşdirib, ömrünün verdiyi möhlətdə tələsib, qorxudan əlitilik edib və qərar tutacağı və sonda gedəcəyi yer barəsində fikirləşib. Bəxşiş abırların qoruyucusudur. Səbirlilik nadan və səbirsizin ağzına vurulan qıfıldır. Güzəşt etmək zəfər və qələbənin zəkatıdır. Vəfasızlıq etmiş kəsdən uzaqlaşmaq sənin çıxdığın əvəzdir. Məsləhətləşmək elə hidayət və yolu tapmaqdır. Öz nəzər və fikri ilə kifayətlənən kəs özünü təhlükə və həlakətə atıb. Səbirlik dövranın çətinliklərini uzaqlaşdırır. Dözümsüzlük zəmanənin yardımçılarındandır. Ən böyük sərvət və varlılıq arzuya malik olmamaqdır. Nə çox ağıl ki, ona hakim olan nəfsi istəklərə əsirdir. Təcrübəni qorumaq bir növ müvəffəqiyyət və yaxşı işə nail olmaqdır. Dostluq bəhrələnilən qohumluqdur. Qəlbi sınmış və incimiş kəsdən xatircəm olma. İnsanın özünü bəyənməsi onun ağlının paxıllarından biridir. Tikanlara göz yum, yoxsa heç vaxt şad olmayacaqsan. Müxalifət və dava nəzər və fikri viran edir. Dostun paxıllığı dostluğun xəstəliyindəndir. Ağılların torpağa düşdüyü yerlərin çoxu tamah və hərisliyin şüaları altındadır. İnanılmış şəxs barəsində pis güman və zənn ilə hökm etmək ədalət və insafdan deyil. Bəndələrə zülm etmək qiyamət günü üçün pis azuqədir. Fikir saf və aydın güzgüdür. İbrət götürmək qorxudan öyüd verəndir.